Salam, kanalıma hoş gelmişsiniz kızlar. Ben bugün diyetanın 5-ci günündə, tövsüz 6-cı günündə sizə menümü göstərmək istəyirəm. Uşaqları bağçaya apardım. Bugün onlar bağçada uşaqların müdafiə gününə aid bayram keçirdirlər. Onlar yüngül giyindirmişəm bugün. Yana plaçkadadır, Məhəmməd kostyumçikdə. Dedilər ki, yüngül giyindir, həm də hava istidir. Bugün 30 dərəcə istilik var. Ona görə yüngül giyindirdim, apardım uşaqları. Özüm də inanırsınız, öyle gəlib çatmışam istidən. Yarı yolu piyada gəlmişəm, yarı yolu avtobusla. Çünki taqətim qalmadı artıq. İstiyə taqətim qalmadı yeriməyə. Hələlik 5000 adımım var. Ev yoxdur. Gündən sonra da 5000 olsa mənə yetər. Yeməyim şəklini atacağım qrupa. Göstərəcəyim, həm qrupa atacağım, həm də sizə göstərəcəyim. Yemək ümumiyyətlə demək olar ki, bugün də adicədir. Çünki bugün detoks günüdür. Bu kəsmikdən qızlar özümə götürəcəm. Hardasa 4də 1 hissəsini. Və mənim dietik çörəyimdən qalıb hələ. Bugün də dietik çörəyim mənə bəs eləyəcək. Yəqin ki, sabah da bəs eləyər. Birisi günə mən yenə də çörək pişirməli olacağım. Və yaşıl çay və alça yiyəcəm qızlar bugün. Alça yiyəcəm yeməyin yanında. Belə. Yeməğim artıq hazırdır qızlar. Burada yaşıl çaydır, alçadır və çörək, kəsmik. Kəsmik deməli bir yemək qaşığıdır da burada. Hamınıza nuş olsun qızlar, mən də həmçinin. Qızlar, dediyim kimi bugün detoks günüdür. Kələm supu hazırladım. Burada tərkibində kələm, bir dənə pomidor, bir dənə biber, bir dənə soğan və bir dəstə cəfəri var. Burada da qalıb ikinci hissəsi. 2 dəfə bunu yemək olar demək. Lazımdır sözün düzü. Və mən soruşdum indi diyetologdan. Dedim ki, bunun yanında çiğ tərəvəz və yaxud qatıq. Dedi ki, qatıq olar, amma tərəvəz çiğ olmaz. Çünki bu bişmiş tərəvəzlə onu qarışdırmaq olmaz. Belə, hamınıza nuş olsun qızlar. Saat indi 2-yə qalıb. Mən abid yeyirəm. Bugün 3 dəfəlik olacaq. 3lük qidadır bugün. Qızlar, qatığı da tökdüm. Kefiri 2,5% kefirdir. Belə. Qızlar, yeməyimi tökmüşəm, axşam yeməyi. Bu uşaqlar üçün sosiskadır. Burada da kartoşka bişirirəm onlara. Bu isə mənim yeməyimdir. Bu da 2,5% kefirimdir. İnanırsınız, o qədər acımışam. Saat artıq 6'dır deyəsən. 6'da mı? 6'ya qalırdı yəqin ki. Mən çox acımışam. Bugün çünki kofe içməmişəm dün ərzində, ona görə. Hamınıza nuş olsun qızlar, mənə də həmçinin. Bugün bayramdır, uşaqların bayramı, bizi ürəkdən, təbrik eləsin hamı. Uşaqlıq illəri, bir vaxt necə gözəldir. Uşaqlıq illəri, ömrümüzə bəzəkdir. Uşaqlıq illəri, bir vaxt necə gözəldir. Uşaqlıq illəri, ömrümüzə bəzəkdir. La 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 la, dünya bizim bize. La 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 la, köy bizim. Şar versin, gel. Şar.
Kızlar, sabahınız xeyir olsun. Videonun davamıdır. Bugün mən artıq ümumi marafonuna qoşulmuşam 1 aylıq. Burada mənim uşaqların səsinə baxın. Burada özümə kofe düzəltmişəm südlə. Çünki bu geratsonda var idi kakao südlə. Mən kakao sevmirəm. Mənə kakao qatdı, nə bilim valla. Südün içinə kakao tökməyi, yəni belə. Amma burada kalori azdır, həm kofedir südlə, həm də ki şəkərsizdir, belə bir şeydir. Burada da ki qızlar, mənim çörəyimdir, kəsmiyimdir. Bugünkü çəkim 92-500. Ümumi hardasa mən 4 kilo 100 qram çək getirmişəm. Çox sevinirəm. İnşallah ki Allahın köməyi ilə biraz da çəki çox olar. Yəni ki demək istəyirəm ki minusum çox var, belə. Çəki çox olar. Elə özümü qarğış eləyirəm. Bu templə yaxşı gedir çəkim. Dünən 3 kilo idi, bugün 2 kilo 500 qram. 500 qram mənim çəkim daha da gedib. Belə. Nuş olsun qızlar, mən də yeməyimi yeyim. Bunu da göstərim sizə. Burada mənim əziz alçamdır yanında. Bunu da yiyəcəm. Şo, belə. Qızlar, indi gəlmişəm mağazadan. Sözün düz əvvəl banka getmişdim. Sonra gələ-gələ mağazalara girmişəm. Girdim 1 manatlıq yerə. İnşaatçılarda. İndi göstərəcəyəm, burada nə götürmüşəm. Demək, bir dənə var və salfetka götürmüşəm. Uşaqlara belə kukla götürdüm Sədat. Prosto başlarını qatmağı. Bunu Məhəmmədə götürdüm, onu qızlara. Deməli, bunun qiyməti 3.50 idi, məncə. Deyəsən elə idi. Deyəsən 3.50 deyələ. Bəli, bunlar isə 1 manatdan olur. Sonra məndə vençik xarab olmuşdu. Çünki burası plastik idi, istiyə dəyir, əriyir. Ona görə də dəmirin götürdüm bugün. O plastik yozu atacağım. Bir də mamint kley götürdüm. Bunu uşaqlar üçün götürmüşəm. Belki tenis oynayacaqlar. Başlarını qatmağa. Sonra belə batarikalar götürmüşəm. Duracell. Məndə o kofe üçün qarışdıran olmuşdu. Onu işlədə bilmirəm çünki batareyaları götürmür. 2 dənə belə Duracell, bir dənə də balacasından. Bir dənə də baxın belə şey götürmüşəm, batareyka. Sonra belə dənə sprey götürdüm, dezodorant. Və 18 manatlıq. Oşun, bunlar 18 manatlıq idi. Sonra qızlar girdim yolda Obama marketə. Bir dənə salfet götürdüm, quru. Bir dənə də pamper götürdüm. Çünki hələ ayırmaq olmur onu hələ ki. Sonra da gəldim Bravo'ya, sevimli Bravo'ma. Bravo'da da kefir 2%li, uşaqlara keksik. Bundan sevirlər. Dünən hələ limonlusunu mən ağ almışdım limonlusunu. Yeməcələr, amma yedilər, amma çıxaldığını daha çox sevirlər. Göy aldım 3 ədəd göyərti, xiyar, pomidor, 1 ədəd cücə, səbat, 2 dənə tvarıq kəsimli almışam qızlar. Sonra da ki, məndə deməli kupon var idi aktivrat eləmək üçün, 8 manat kupon. Kuponu da aktivrat elədim. Deməli, bir dənə də belə toz götürdüm və bir dənə də kəsmik götürdüm. Çünki kəsmik mənə bilirsiniz ki, mənim diyetamda birinci yerdədir və toyuq həmçinin. Ona görə də bunları ikisini götürdüm. Bunları ödədim ikisinə cəmi 1 manat 56 qəpik. Çünki orada kupon var idi. Ketçup götürmüşəm qızlar, bizim süfrənin ketçupunu. Bunu uşaqlar üçün götürmüşəm. Dəhşət şirini yeyirlər də, inanırsınız. Verməsən də ürəyim yanır, ona görə deyirəm, bu da kurasandır. Bu piçeniyeli afsiyanlıdırlar. Onlar yiyirlər onu. Mən sevmirəm. Sözü sevirəm, amma yemirəm. Bu da ki, azca kartoşkadır. Çünki mənim yüküm çox ağır idi. Bugün 4 dənə paketlə evə gəlmişəm. Yolda da su içmişəm. İnanırsınız, addımlarım sayını bugün yarısını vermişəm demək olar. Yarısını da evdə tamamlayacağım inşallah ki. Belə qızlar. Qızlar, özümə abid hazırlayıram. Təkcə özümə yox, uşaqlara da hazırlayacağım. Burada yarpaq dolmasıdır. Təzə yarpaqdır. Bayaq almışdım, yadımdan çıxdı sizə göstərməyə. Bunu yol üstü Tərəvəz butikində aldım. Bu da toyuğun döşətidir, bol cəfəridir, soğandır və salam.
Bir də duz istiyordu. Vəssalam. İndi buna bir də bulgur vurmuşam buna. Bir ovuc bulgur. Çünki ət bir ovuc olanda bulgur bir yemək qaşığı idi. Ətin çox olduğuna görə bulguru da çox vurmuşam. Və bu hamısı mənim deyil. Belə qızlar, indi hazırlayacağım bunu. Sonra pişirəcəyəm. Saat artıq 3-ə işləyib. Uşaqlara yeməyi vermişəm. Səhər də yeyiblər, günorta da yeyiblər. Amma ki, yarpağı məndən axşama yeyəcəklər. Onlar mənsə 4-dən 5-ə kimi yemək vaxtım dəyişilmir. Qızlar, yeməyim artıq hazırdır. Düzdür, mən vəbşə ümumiyyətlə buna yağ qatmadım, amma ki, onlar da bir qaşıq qatmaq. Həm də orada resepti malat idi. Mən toyuq ətindən eləmişəm ki, yağlı alınmasın, kalorisi də az olsun. 1 stəkan kefirdir, 2,5% qoymuşam. Burada xiyardır və bunun yanında mən alça yeyəcəm qızlar. Meyvə səhər 2-3 dənə yedib saxladım ki, indi yeyim. Hamınıza nuş olsun qızlar, mənə də həmçinin. Qızlar, tənbəlliyin dərəcəsinə baxın. Paltaları yumuşam, tazikdə qoymuşam, sərməyə mənim həvəsim yoxdur. Deməzdim gücüm yoxdur, çünki abidi yedim. O qədər dadlı idi ki, o dolma. İnanın, Allah'ın da olsun, o qədər mənim xoşuma gəldi. Reyhan vurmuşdum ətinə, keşnişlə. Tuş, biraz da cəfəri. Tuş məzə idi, bir balaca belə ət. Çox dadlı alındı həqiqətən. Bu qıza baxın, bu qıza baxın. Maması buna kukla alıb. Kukla üstə qırğındı. Xaviyyə almışdım axı kukla. Да, подожди, мама разговаривает. Сейчас mama включит mультики. Bu da ki, gəlib onların öz maşınını qoyub, gəlib onların kuklası ilə istəyir oynasın. Səhərdən qırğındır. İnanın ki, səhərdən bir-birlərini qırırlar ki, kukla istəyir. Bu da kukla istəyir. Bilsəydim 3 manat 50 qəpik verməzdim, Məhəmmədə maşın almazdım. 1 manat verərdim, ona da kukla alardım. Zarafat eləyirəm. Kukla, mən istəməzdim, oğlan uşaq kukla ilə oynasın. Amma ki, nə bilim, sevir də. Oyun çıxardır səhərdən burada. Bu əlindəki saata baxın qızlar, dünənləri bağçada onlara hədiyyə eliblər. Biz təbii ki, özümüz pul yığmışdıq. Amma ki, çox qəşəng tədbir keçirmişdilər onlar üçün. Məhəmməd, ay Məhəmməd, eləmə, olmaz. Eləmə balam, eləmə, olmaz. Durum paltalarımı sərim, inanırsınız. Tənbəllik eləyirəm nəsə, yorulmuşam. Çünki bu günləri səhərdən durmuşdum, getdim. 6000 adım verdim, gəldim. Mağazaları sülənə gəlmişəm. Hava çox istidir qızlar. İnanın ki, yol boyu mağazinlərə girə-girə gəlmişəm ki, sərinlənə, inanın Allaha, o qədər istiydi. Sonra da ki, gəlmişəm evə. Evdə də bu şeyləri yer-ver elə, evləri yığışdır. Plisosda baxmışam ki, uşaqlara yemək acəlini bişirdim. Это что? Ты этого хотела? Mən sənə bunu yandırmışam da. Опять? İnanın ki, bu qız определиться eləyə bilmir ki, bu nə istəyir. Все, я включила Маша и Медведь. Будете смотреть Маша и Медведь. Otur Maşaya bax, otur. İstəmir. Maşan da istəmir. Özü də bilmir nə istəyir. Çox xuliqan uşaqdır bu qız. Дарьяна. Нет, мама больше не будет переключать. Все. Я не хочу. Bu ventilator bəydəki işə girib. Zачем так делаешь? Şeydə kondisioneri bugün Madonna yandırmışdı. Bilirsiniz qızlar, qəribə haldır. Xavərə çox istedi, Madonna istedi, amma mənim heç vecimə deyil. Bilmirəm, onlara niyə istedi, evdə mənə vəbşə isti deyil. Yəqin ki, mənim dietik qidalanmağımdandır deyə. Mənə o qədər də enerji gəlmir, normaldır. İnanın, bayaqdan oyun çıxardır Riyana məndən ki, bunu istəmirəm, onu istəmirəm. Elə bir ki, mən burada oturmuşam, onun üçün şeydir də, operatoram. Televizoru perключать eləyəcəm bunun üçün. Maşanı yandırdım, CD смотрю. Məhəmməd Maşanı sevir, bir də ki, Bubanı sevir baxmağa, amma Buba danışmır deyə mən istəmirəm Bubaya baxsınlar. Çünki uşaq üçün orada ümumiyyətlə irəliləyiş olmaz da, danışmayan bir şeyə baxsalar. Özləri də çox belə fərdi danışmırlar, amma ki, mən başa düşürəm də onlar danışanlar. Oturub baxacaqlar indi Maşaya. Mən də ki, inşallah Allahın köməyi ilə durub paltalarımı sərəcəyəm. Bayramın mübarək Məhəmməd. Bayramın mübarək aşkım. Balam. Bugün uşaqların müdafiə günüdür qızlar. Bütün körpələri, bütün balaların müdafiə gününü, onların gününü təbrik edirəm. Onlara can sağlığı arzulayıram. O dinənlər Məhəmmədə belə bir maşın almışım, gördünüz də. Bütün gecəni onunla yatıb. Səhərə kimi onunla yatıb. Yerimi də yığmamışam. Səhər hələ saat 7-dir. Biz hazırlaşarıq birazdan qızlar. Piknikə gedəcək uşaqlarla. Xəbərin sinif yoldaşları ilə, mamaları ilə bir yerdə danışmışıq. Gedəcək piknikə, Meşə Parka.
Sözün düzü ilk dəfədir, bilmirəm hardadır. İndi mağazaya düşməliyəm. Özümü biraz porядkaya salam, sonra gedim mağazaya. Piknik üçün şeylər alım. Saat 10-11'e işləmiş. Burada Bravo'nun qabağında Aynur xanım var, mamaçka, onunla görüşərik. Ты уже есть хочешь? Уже yemək istəyir, bu acı. Здесь mama тебя не кормит, aşkım. Kızlar, bugün tərəziyə çıxdım yenə də 92 kilo 300 qram. Deməli, yenə də dünəndən də 200 qram gedib. İnşallah, şükür Allah'a ki. Сейчас откроет mama, сейчас откроет. İndi makyajımı eləyim. İndicə duşdan çıxmışam, sözün düzü. Saat 6'da oyandım, getdim duşa. Çünki səhər mən sevirəm. Tezdən duş qəbul eləməyə açan bu xuliqanlar yatırlar. İndicə çıxdım, bu da oyandı. Demək belə, çəkimi dedim sizə. Amma şəklini çəkmədim. Sabah çəkəcəyim inşallah ki. Oraya inanırsınız, gözləyirəm ki 90'ı qırımda inşallah Allah'ın köməyi ilə. Mən diyetaya başlamamışdan əvvəl, qızlar hələ tam başlamamışdım. Mən deməli, ümumiyyətlə başlamamışdan 98 kilo idim. 98-97 belə bunun arasında. Və 96 kilo 700'den başladım da. İndi şükür Allah'a ki çəki bu qədər düşüb. Demək olar ki 6 kilo demək olar ki tam düşüb. Çox da özümü yaxşı hiss eləyirəm. Demək olar ki daha o qədər aclıq hissim olmur. Orqanizm öyrəşir eyni vaxtda qidalanmağa. Çalışacağım ki indi yeməyimi də yeyim, sıraz evdən çıxım. Bu piknikdə sudan başqa heç nə olmaz. Bu 100%'dir. Mən уже qərara qəti gəlmişəm ki çəkimi normal salmalıyam. Allah'ın köməyi ilə inşallah. Vkусно, aşkım. İnanırsınız, bu keks o qədər sevirlər qızlar. Qızlar, bugünə nahar yeməyim. Çörəyim çox az qalıb. Çox xırda pusokdur ya. Bu xiyar pomidor göstərim sizə. Çörəyə baxın, bax bu dərəcədə nazikdir. Ona görə də yəqin ki bir ədəd də belə xlipsi də var eləyəcəyəm. Və kəsmiklə, yaşıl çayla, sonra da çıxıb gedəcəyik. Мама. Да, это Воля еще куплена, да, кузем? Мехмед, далеко не ходим. Иди к маме, балам. Gel burada diyen de falan yandı diyen. Риана. Я смогла сделать! Я 2 раза сделала! Опс! Нет, Kızlar, Meşə Parkdan indi gəlmişik. O qədər yorulmuşam. Saat artıq 4-dür, 5'e işləyib. Biz 3'e qalmışdı, yox 4'e qalmışdı, gəldi. Məxilib çörəyimi də pişirmişəm qızlar. Da qoymuşam özüm üçün. Uspavat elədim, şükür Allaha. Tərəvəz, bir yumurta, 2 pomidor. Даже bir yekə pomidor idi, 2 pomidor değildi. Bu da mənim kefirimdir qızlar. İndi abidimi yiyəcəm, biraz da alça yiyəcəm bundan meyvə və salam. Sabah kimi inanın ki sudan başqa ağzıma heç nə vurmadım. Belə düz dayandım iradəmlə ki, bəs olmaz və salam. Normal çəki verməyə görə pozmaq fikrim yoxdur ümumiyyətlə diyetamı. Sabah inşallah baxaq görək tərəzi nə deyir. Мы просто дети, мы самое главное в вашей судьбе, и вы в ответе за наше счастье на этой земле. Мы просто дети, мы самое главное. Qızlar, biz bağçaya hazırlaşırıq. Səhərdir artıq. Tərəziyə çıxmışam bugün. Təmin elədiyim kimi idi. 91-700 çəkim. Şükür Allah ki çok güzel gedir. Bu da gəlib başını soxur kameraya ki mən də çək. Yazıq qohumlar kimiyim birdən. Hələ biraz tezdi, saat 8'e qalıb. Tezdən durmuşam, saat 6'da heç olmamışdı, oyanmışam.
tez yatıram, tez də uyanıram. Şoravın gec yatanda gec uyanırdım. İndi tez yatıram, tez uyanıram. Həm də hava isti olanda mən ümumiyyətlə çox yata bilmirəm. Bugün hava biraz küləklidir. Уже istiləşir. Bayaqlar çıxmışdım balkona, soyuq idi. Üzündən uşağın banditlik yağır, xuliqan. Dünəlləri bunlar meydan tutmuşdular meşədə qızlar. Bir oyun çıxartdılar dünəlləri. Nadirdik oldu ventilator və ya uca buradadır xanım. Gözləyir. Nə vaxtın külçət eləyəcək. Axşam yandırmışdım, sonra söndürdüm arada. Məhəmməd, sən başa düşmədim, sən kameraya niyə girirsən? Otur yerində. İnanırsınız ki, bu rejimlə qidalana tam öyrəşirəm də qızlar. Saat 9-la 10-un yarısı, birdəki 9-la 10 arası, birdəki 4-lə 5-in arası. Ondan əlavə ümumiyyətlə heç nə yemək yoxdur. Heç istəmirəm də, yadıma da düşmür. Arada ilk əvvəllər çay, kofe, finiklə, xurma ilə yəni ki, içirdim. İndi onu da eləmirəm. Tam çıxartmışam da rahatından, çünki meyvə saatı bilirəm ki, meyvə yeməklədir deyə. Normaldır mənim üçün belə. Belə qızlar. Burada videonu istəyirəm bitirim. Uşaqları aparım bağçaya. Birazdan gələcəyəm. Sizə yeni videonu başlayaram çəkməyə. Xahiş edirəm, kanalıma abunə olun. Hələlik.